Yeni Time Test Bankından müəllimin fasilitasiya bacarığı mövzusunun 20-ci test tapşırığına baxırıq. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Uyğunluq deyirsə doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyik. Bir də qeyd olunur ki, fasilitator müəllim qərar vermir. Lakin səmərəli qərar verməyə, qiymətləndirmə aparmağa yardım edir, yol göstərir, istiqamət verir. Doğru fikirdir. 2-də qeyd olunur ki, fasilitator müəllim daha çox mühazirə tipli dərslərdən istifadə edir. Harda mühasirə sözünü görürsünüzsə, bilin ki, o yanlış bir fikirdir. 3-də qeyd olunur ki, fasilitator müəllim müşahidə etmək, dinləmək bacarığına malik olmalıdır. Tamamilə doğrudur. 4-də qeyd olunur ki, fasilitator müəllim şagirdlərə bilikləri hazır şəkildə təqdim edərək onları tədrisə cəlb etməlidir. Hazır şəkildə, olduğu kimi və mühazirə tipli deyirsə, bilin ki, o variant yanlışdır. Deməli, doğrudan doğrunu, yanlışdan yanlışı seçirik. 1-4 bizim cavabımızdır. Cavab olacaq D variantı.